Əli əleyhissalam 4 il bu cəmaata deyir ki, ay cəmaat, gəlin, haqqa dəstək verin. Bax, bu gələcək, bu Muaviyə filan eləyəcək, deyirlər, yox, qışda deyirlər, soyuqdur, getmirik. Yayda deyirlər, istidir, getmirik. O qədər əziyyət çəkir, 4 ildən sonra yavaş-yavaş cəmaat, yavaş-yavaş ürəyi başlayır qızmağa Əli əleyhissalama. 4 ildən sonra gəlirlər ki, ya əmir əl-möminin, döyüşə hazırıq gedək sənlə bir yerdə bu Muaviyənin kökünü kəsək. Allah neynəsə yaxşıdır. Bu cəmaat hazır olan kimi Ramazan ayının 19-cu gecəsi çatır, Allah əleyhissalam deyir ki, gəl gedək. İlahi, bir il fürsət ver. Bir il fürsət ver, bu cəmaatı yıxsın, getsin, Muaviyənin kökünü kəssin, işlər düzəlsin. Allah buyurur, yox. Bunlar küyə düşüblər, səsə düşüblər. Bunlar imam tanımayıblar. İlahi, hardan bilək ki, bunlar küyə düşüblər? Əgər küyə düşməyiblərsə, Əli əleyhissalam gedir, yerinə İmam Həsən var. İmam tanımaqdırsa, imam elə imamdır. Getsinlər İmam Həsənə dəstək versinlər. Görürsən, vermirlər. Axı, onun ictimai mövqeyi Əli əleyhissalamın mövqeyi kimidir, o cavandır, Muaviyə ondan yaşlıdır, nüfuzludur. Məsələ elə bundadır. Əgər imam tanımısansa, imam imamdır. İmam tanıma mərifət əsasındadırsa, imam imamdır.